Bəli. Bəli. Dört bucaqlılar. Amma birinci nə? Çox bucaqlılar. Çox bucaqlılar. Birinci çox bucaqlılar. Çox bucaqlılardan başlayacaq. Yəni bucaqları çox olur. Bəli. Üç bucaq keçmişik. Dört bucağın özünə də çox bucaq deyə bilərik. Üç bucağın özünə də çox bucaq deyə bilərik. Sonra 5 bucaq, 6 bucaq gedir. Bəli. Məhəmməd Ali. Deməli, çox bucaqlar iki cür olur. Qabarıq. Bir də qabarıq da belə. Qabarıq. Bir də nə? Çökük. Eləmi? Çökük. Çökük də. Çökük. Qabarıq bilirsiniz də. Qabaran, belə. Aydınmı? Bu necə çox bucaqlıdır? Qabarıq. Çökük də ki, içəri çökəcək də. Bildinizmi? Məsələn, hansı belə bir şey. Bildiniz? Məsələn, bu. İçəri çöküb. Çökük. İçəri daxil olan hissə varsa, o necə çox bucaqlıdır? Çökük. Bəli. Biz dərsdə ancaq qabarıqdan işləyəcəyik. Yəni, sizə çökük, çox bucaq falan düşməyəcək. Sadəcə növ olaraq. Uzaq baxış soruşa bilər ki, qabarıq çox bucaqlar seç və ya da çökükləri seç. Bizim dərsimiz ancaq nəyin üzərində olacaq? Qabarıq. Qabarığın üzərində olacaq. Deməli, qabarıq en bucaqlıda. En indi 5 də ola bilər, 6 da ola bilər, 7 də ola bilər da və bucağın və yaxud da tərəfin sayıdır, elə deyilmi? En burada həm bucağın sayıdır, həm də tərəfin. Çünki bir fiqurda neçə bucaq varsa, o qədər də tərəf. Məsələn, 3 bucağın neçə bucaq var? 3 bucaq, 4 bucağın da 4 bucağı 4 tərəf. Hamısını da elədi da. 5 bucaqda 5 tərəf varsa 5 dənə bucağı var. Qabarıq en bucaqlı da. İndi eni yazar birinci. En burada nə düşərlər? Tərəf. Tərəf və bucaq. Mötərizədə həm də bucaq yazıram. Tərəf və yaxud da bucaq sayıdır. İnşallah, burada qabarıq en bucaqda biz nəyə baxaq? Deməli, bir təpəsindən çıxan diaqonalların sayına baxaq. Bir təpədən çıxan diaqonalların sayı. Şəkil üzərində göstərəcəyik. Bir təpədən çıxan diaqonalların sayı görək necə tapılır. Yəni həmişə hazır verməyəcək də. Məsələn, deyəcək 15 bucaqlının bir təpəsindən çıxan diaqonalların sayı. Sən 15 bucağı nətər çəkib başa çıxa bilərsən. Onun üçün qısa qaydalarını deyəcək. Bir təpədən çıxan diaqonalların sayının tapılması. Sayının tapılması. İndi keçir bu tərəfdə bir dənə çox bucaqlı çəkirəm. Olsun məsələn 6 bucaq, eləmi? Bir dənə 6 bucaq çəkirik. Məsələn, eğer ki trapesiyanın bir hissəsini çəkirsən, sonra aşağıda bir dənə çəkirsən yenə. Bir dənə trapezi çəkirsən, neçə bucaqlı olur? 6 bucaq. 6 bucaqdan çox istifadə edəcək. Onu yolu çəkməyi bilin. Bir dənə altı yox trapezi, bir dənə də üstü yox trapezi, onun tərsində. Sonra birləşdirirsən, olur neçə bucaqlı? 6 bucaqlı. Bəli, 6 bucaqlıdır. İndi diaqonal hardan çəkilir? Hardan çəkilir? Futbol meydançası. Bəli. Təpədən də? Bəli. Təpədən çəkilir, eləmi? Məsələn, deyirəm ki, bu 4 bucağın diaqonalı, bununla bunu birləşdirmirsən. Diaqonal burada. Diaqonal nə edir? Təpələri birləşdirir. Bir dənə diaqonal olur. İndi bir dənə təpədən görək neçədən diaqonal çəkə biləcəyik. Bax, məsələn, götürəm bu təpəni. Bir dənə diaqonal. Buradan bura diaqonal çəkə bilərəm. Buradan bura çəkə bilərəm. Xeyr. Bir də bura çəkə bilərəm. Bir də bura çəkə bilərəm. Neçə dənə diaqonal çəkdim? 1, 2, 3. 3 dənə diaqonal çəkdim. Neçə dənə təpədən? 1 dənə təpədən. Elə deyilmi? Bu neçə tərəfli idi? Neçə bucaqlı idi? 6. Neçə dənə diaqonal çəkdim? 3. Nə qədər əksi? 2 dənə. 3 dənə əksi. Elə deyilmi? Deməli, n dənə tərəfi varsa, nə qədər əksi qədər diaqonal çəkəcəm? 3 əksi. Bir təpədən çıxan diaqonalların sayı belə tapılır. Nə edəcəksən? Tərəfin sayından 3 çıxacaqsan. Başa düşdün mü? Tərəfin sayından nə çıxırıq? 3 çıxırıq.
Niyə görə 3 çıxırıq? Bunun neçə təpəsi var? 6 dənə. Buna çəkilə bilir. Bəli. Çəkilə bilir. Buna diaqonal çəkə bilirsən bura. Bəli. Bir bəli. Bura diaqonal çəkmişsən. Yox. Bura diaqonal çəkmişsən. Xeyr. Neçə dənə oldu? 3 dənə. 1, 2. Ha, olar. Bir də özü var axı. Özündən ötən diaqonal çəkir. 3. Ona görə nə çıxırıq? Ha, 3 çıxırıq da. tərəfin sayından Ay, diaqonal sayı sol. çıxırıq. Bəli, görürsən qarışdırırsan. Ya da 4 bucağı çək. Bu neçə bucaqlıdır? 4 bucaq. Bir təpədən neçə dənə diaqonal? Bura çəkə bilərəm. Xeyr. Bir Bura dənə çəkə bilərəm. ya. Ancaq bir dənə bura çəkə bilərəm. Neçə tərəf var idi? 4 çıxılsın bir olur. 4 dənə tərəf var. Neçə dənə diaqonal çəkdim? Bir Bir dənə. dənə. Neçə əksiyi? 3. 3. İstir 15 bucaqlı olsa, neçə dənə diaqonal çəkə biləcəm? 15 bucaqlı da. Bir dənə. 15-dən çıxırıq 3-ü. 12 dənə da. 15-dən 3 çıxdı. 15 bucaqlı deyirəm. Ən azı 3 dənə çəkər verir də. Deyirəm, 3 dənə çəkəm. Amma 15 Bir təpədən çıxan diaqonalların sayını tapmaq üçün nə qədər əksiyi çəkə bilərsən? 3 dənə. 15-dən 3 çıxan necə qalır? 12 dənə diaqonal çəkə bilərsən bir dənə təpəsindən. 4 bucaqdan neçə diaqonal çəkirik? 4 bucaqdan neçə diaqonal Bir dənə. çəkə bilirik? Bir dənə də neçə əksiyi? 3 dənə. 3 dənə. Başlayalım. Tutmadım. Məhəmməd ya Yaxşı. İndi bildiniz niyə 3 çıxırıq? Bəli. 3 çıxmamızın da səbəbi Ən azı 3 dənə təpəyə neyə bilmirik? Çəkək. Çəkə bilmirik. Ya bu yadından çıxıbsa bir dənə 4 bucaqlı çək də. 4 bucaqlı. Gör bir dənə təpəni, bizə bir təpə. Bu bir təpədəkin sayda, bütün diaqonalları deyil. Mən ancaq bir təpədən çəkmişəm. Buradan neçədən diaqonal çəkə bilirsən? Bir dənə. Nə qədər əksiyi qədər çəkdin? 4-dən 3 çıxdım oldu 1. Aydınmı? Yəni desə 18 bucaqlının bir təpəsindən neçə diaqonal çəkə bilərik? 15. 3-ü çıxırsan, elə deyilmi? Bəli. Bu getdi. Bu oldu bir təpədən çıxan diaqonalın sayının tapılması. Tərəfin sayına nə çıxacaqsan? 3. 3 çıxacaqsan. Bəli. Gəlir ikinci xassisə. IC. Deməli. Bütün diaqonalların sayının tapılması. Bütün, indi hamısını. Bəs bu təpələrdən çəkmək olaraq, elə deyilmi? Bütün təpələrdən çəkmək olaraq. Bütün diaqonalların sayının tapılması. Bütün diaqonalların sayını necə tapacaq? Sayının tapılması. Biz bayaq nəyi tapdıq? Hansı diaqonalların sayını tapdıq? Bir təpədən. Bir dənə təpədən çıxanlar. İndi isə bütün təpədən, bütün diaqonalların sayının tapılması. İndi bura yenə bir dənə məsələn tutaq ki, Altı tutaq ki. Bəli, yenə 6 bucağı çəkək, onun üstündə daha yaxşı göstərək. Tutaq ki, belə yenə trapesiya çəkdim, əyri oldu. Deməli, bir dənə belə yarımçıq trapesiya, sonra bir dənə də belə trapesiya birləşdirdim. İndi uşaqlar, yaxşı. İndi paktu çəkdim də. Hə, indi buradan bax A təpəsindən bir dənə diaqonalları çəkirəm. 1, 2, başqa çəkə bilərəm. Bu oldu, yaşıllar oldu A-dan çəkilənlər. İndi B təpəsi olsun bu. B-dən də bura çəkə bilərəm. Bura, bir də bura. Eləmi? Sonra. Təşkirsiniz onu. Hə, indi... Təpələrin sayını 3-ə vururuq. Yox, tələsim. Təşkilananlar var axı, bu arasında. Məsələn, bu da C təpəsi olsun. C-dən də Bir dənə Aya, təşkilanır. təşkilanır. Sonra, indi bura çəkə bilərsən. Bir də Aşağı. bura çəkə bilərsən. Bəli. Sonra, məsələn, nə qalır? Tutaq ki, bir dənə də D təpəsi yazaq. qara. Gəlmə Bir bilir. söz təpə buradır, məsələn. Bura qalır, bax. Buradan da görsən, indi təzdən üstündən çəkə bilərəm. Eyni diaqonalda fərqi var. D-dan A-ya gedir. Bax, D-dan B-yə çəkilib. Qulaq as, D-dan A-ya. A-ya da çəkilib da. Bəli. Daha çəkmirəm amma. D-dan bir dənə nəyə çəkəcəm bura? Tutaq ki, E yazıram. D-dan da E-yə bir dənə diaqonal çəkirəm, eləmi? Sonra bu E-ni silim. B-dən də B-yə gedir, D-yə Tələsmə. gedir. Əsərləşmə tələsmə. Edən hamısı da. Deməli, sonra bir dənə də F çəkirəm bura. F-dən indi C-yə çəkəcəm, Yox. çəkilir. B-yə çəkilir. A-ya çəkilib, heç nə. Hamısı çəkilir. İndi bir də E deyirəm. Burada da üçünü də çəkir. Tələsmə. Başqa rəngdən. Başqa rənglə istədim də qarşılaşmasın. Yaxşı, bilmirəm ki, oradan nə dərəcədə görünür. Burada E yazıram. E-dən B-yə çəkilir.
C-yə çəkilib, D-yə çəkilib, F-ə də çəkə bilmərik. İndi burada bir məntiq var. Məntiq nədir? Qulaq asın. Bax, hər təpədən çəkilən diaqonallar neçə dəfə təkrarlanır? Hər diaqonal 2 dəfə də. Bura bax. A-dan C-yə, C-dən A-ya. Aydındır mı? Neçə dəfə təkrarlanır? 2 2 dəfə. dəfə. Sonra E-dən B-yə, B-dən E-yə. B, F, F, B. Neyinir? Təkrarlanır. A-dır, D, A. İndi bir dənə təpədən neçə diaqonal çəkə bilirdik? 3 dənə. Yox, En bir dənə. En çıxıcda bir dənə təpədən neçə diaqonal çəkirdik? En çıxıc. En çıxıc. İndi n dənə təpəsi varsa, bunu neçəyə vuracam? 2-yə. E-nə. Eynən. Eynə. Bir dənə təpədən nə qədər çəkmək olur? En çıxıcı. En çıxır. 5 dənə təpə olsa nə edəcəm bunu? 5 vur 3. 5-ə vuracam da en çıxıcı. Hə, 5 tərəfi. 5 dənə təpəsi olsa. Hə. Bu neçə dənə təpədən çəkiləndi? 5 En. en çıxıcı Bu olmuyor. neçə dənə təpədən çəkilir? En. 1. Bir dənə. Bir dənə təpədən də görmürsüz, yazmışam başında. Bu neçə dənə təpədən çəkilən diaqonal sayıdır? Bir təpədən çəkilir da. En dənə təpəsi olsa nə edəcəm? Enə vuracam da. Bir dənə təpədən 5 dənə diaqonal çəkə bilirsən. 5 dənə təpədən nə edəcəm? 5 vurursan en çıxıcı. Harda? İndi bir dənə təpədən 3 dənə diaqonal çəkə bilirəmsə, 5 dənə təpədən neçə 5 diaqonaldır? vur. 5 Beş vur. vur. 5 vursun. 5 vurur. Aydınmı? İndi bu neçə dənə təpədən çəkiləndi? 3. 3. Neçə dənə təpədən Bir çəkiləndi? dənə. Bir dənə təpədən çəkilən diaqonalların sayı. Bəli. İndi n dənə təpəsi varsa, n-i nəyə vuracam? 5. Eynən. En En çıxıcı. çıxıc. Nə cavabı demir də. Üç. En çıxıc. En çıxıcı. Sustan olar. 5 çox vuruq da. Nə cavabı demir də. Bu nəyin tapılmasıdır? Bu nəyin tapılmasıdır uşaqlar? Bir Bir təpədən çəkilən diaqonallardır. İndi deyirəm ki, n dənə təpəsi var. Onu nəyə vuracam? N-ə vuracam da, n çıxıca, bəli. N-i n çıxıca vuracam. Bəli. Bu neçə dənə təpədəndir? Bir dənə təpədən çəkilən diaqonallardır. İndi n dənə təpə olsa, bunu nəyə vurmalıyam? En çıxıcı. N çıxıca da. Nəyi? En. N-i də. N bucağından danışmırıq. Bəli. N bucağının n dənə təpəsi var. Bəli. Bir dənə təpəsindən bu diaqona bu qədər çəkmək olur. N dənə təpəsindən n vur n çıxıc. Nəyə bölməliyik? 2-yə. Niyə görə? Çünki 2 dəfə təkrarlanırdı hər diaqonal. 2 dəfə təkrarlanırsa A, D, D, A. Y, B, B, Y. Hamısı təkrarlanırdı 2 dəfə. Bu oldu nəyin tapılması? Bütün diaqonallar. Bütün diaqonalların sayının tapılmasıdır. Bütün diaqonalların sayının tapılması. Bəli. Bir dənə təpədən bu qədər çəkmək olursa, eyni dənə təpədən eyni vuracaqsan buna. Amma 2-yə bölmək yaddan çıxmaz. Şeyə bölük var. Ay, 2 təkrar. dəfə təkrarlanmaq hər bir diaqonal. Görmürsən? Məsələn, götür 2 dənə təpəni, A-dan D-ni. A-dan da D-yə çəkirəm, D-dən də A-ya çəkirəm. Neynə üst-üstə düşdü. 12 dəfə sağ bilərəm. Bu A-dan D-yə çəkilən diaqonalı 2 dəfə götürə bilərəmmi? Eyni şeydir axı. A-dan da çəkəndə bura çəkirsən, eyni bu yaşı. D-dən də A-ya çəkirsən, eyni şey olur. Aydınmı? 2 dəfə götürə bilmərik deyə, bir dəfə götürürük deyə nəyə bölürük? 2-yə. 2-yə bölürük. Əslində n-i n çıxıça vuranda hamısını tapırıq. Onun içində bir diaqonaldan 2 dənə olur da. Məsələn A, D, D, A. Onca onu neçə bölürük? 2-yə bölürük ki. Biz bəli, bütün diaqonalların sayı təkrarlama getməsin də içində. İndi buranı bu tərəfə götürürəm. İndi baxırıq uşaqlar. Bir təpədən çıxan diaqonallar neçə dənə üçbucağa bölür bu çoxbucağından? Bir təpədən çıxan diaqonallar Yenə deməli. çoxbucaqlını uşaqlar üçbucağa ayırır. Amma görə neçə dənə üçbucağa? Çoxbucaqlını n-2 sayda üçbucağa ayırır. Nə qədər üçbucağa? En çıxıc. n-2 sayda, bəli. Üçbucağa ayırır. Bunu şəkil üzərində necə başa düşəcəksiniz? Necə qulaq asın? Yenə məsələn birinci dördbucaq çəkirəm. Bir təpədən neçə diaqonal çəkə bilirəm burada? 1. Bir təpədən bir dənə diaqonal. Neçə dənə üçbucaq görürsünüz burada? 2 dənə. 2 dənə üçbucaq. Neçə bucaqlıdır bu? 4. Neçə dənə üçbucaq oldu? 2 dənə. Nə qədər kiçik? 2 dənə.
Ona görə en çıxıcı ilə tapılır da, bəli. Ha, en tərəf. İndi altı bucaqda Altı bir təpədən çizgi, çıxan diaqonal neçə Dörd üç dənə bucaq var? olacaq. 4 dənə. Ha. 8 bucaqda altı 6 dənə. dənə üç bucaq alınacaq. Bir təpədən diaqonal çəkəndə. İki çıxır da. Aydınmı? Aydın. Niyə görə 2 çıxdığı bunun üzərinə göstərə bilərsən də. 4 bucağı yadından çıxsa, 4 bucağı çək. Şimdi Daha bir də 6 bucağa getmir. Bir də nə çəkirik? 6 bucağı çəkək yenə. Bunun üzərində göstərəcək çoxunu. İndi bir dənə təpə götürürəm. Burada nə çəkirəm? Diaqonal. Diaqonallar. İndi Süleyman, neçə üç bucağı görürsən burada? 4. 5. 5-dən harda olur? 5-ci ilə göstərəcək. Altı 1, bucaq. 2, 3, 4 də. Ay. 3 bucağın sayda. 4. 1, 2, 3, 4 dənə 3 bucaq var. Eləmi? Bəli. Neçə bucaqlı idi? Altı. 6. 6-dan neçənci sana 4 İkinci qalır? sana 4 olur da. 6-dan ikinci sana 4 olur da. Bəli. Ona görə həmişə qaydamız nədir? En çıx 2. En çıx 2. Ha, yəni Bir təpədən çıxan diaqonallar ayrılan üç bucağı tapır. neçə dənə 3 bucaq yaradır tapmaq üçün tərəfin sayından 2 çıxır. 2 çıxır. Mən 15 bucaq da olsa 15 çıxış. Ay 13 dənə 3 bucaq alınacaq. Bəli, fərqi yoxdur, neçə bucaq deyil desin. İndi uşaqlar, gəlirik çox bucaqlının, yəni qabarıq en bucaqlının daxili bucaqlarının cəmi. Daxili bucaqlarının cəmi. Çünki bunda daxili bucaq var da. Yəni Nuray 3 bucağın daxili bucaqlarının cəmi neçə dərəcədir? 180. 180. Musa 4 bucağın daxili bucaqlarının cəmi neçə dərəcədir? 60. 360. Bəli, bunları bilirik də. İndi burada axı aşırı axı 5 bucaq, 6 bucaq, onlar da ayrı-ayrıdır. Daxili bucaqların cəmi eyni ola bilmir axı. Qabarıq en bucaqlının daxili bucaqlarının cəmi görə necə tapılır? Daxili bucaqlarının cəmi necə tapılır? Yenə hara müraciət edirik? 6 bucaqlıya. Yəni. Deməli, gəlirik bura. Gətirik 6 bucağı. Mənim 6 bucağımda baxımda. Yaxı be. Dəhşətsən, bə. Bal qabağın biraz qabarıq formasıdır, aynı. Hə. Gəldik deməli, nəyə baxmayla daxil bucaqların cəmi. Daxil bucaqların cəmi. Burası. Üç bucağın sayı necə tapılırdı? 3 bucağın sayı En Hə. çıxıcı. En çox 2 cüra. Bir çox bucağının bir təpəsindən çıxan diaqonallar neçədən üç bucağa ayırırdı? 3. En çox 2 dənə üç bucağa ayırırdı. Hə. Nə gəldi deyir Nuray? Ürəyindən nə keçir deyir. nə var? Yox, amma 3 bucağa ayırdı. Ona görə Deməli. 3 Dəhşətsən, bucağa İndi ayırdı. burada neçə üç bucaq görürük? 4 imiş. Hə, stop. İndi siz bir üç bucağın bucaqlarını cəmi bilirsiniz də. Neçə dərəcədir? 180. 180. İndi burada neçədən üç bucağı var? 4 4 dənə. 4-ü nə vuracaq? 180. 180. Deməli, istənilən çox bucaqlının daxil bucaqlarını tapmaq üçün üç bucağın sayı nəyə vuracaqsınız? 180. 180-ə. Üç bucağın da sayı dəyişmir. Daha En həmişə bizə çıxıcı tapılır. olsun 180. Yox. Üç bucağın sayı dəyişmir. İstəyir Yaxdırım Məhəmməd əli. İstəyir 20 bucaqlı desəm, 20 bucaqlıdan neçə üç bucaq ayrılacaq? 18. 18 dənə. 18 nə vurarsan 180. 180. Başa düşdün? Niyəsi də budur da. Məsələn, X, Y, Z, Alfa. M, Alfa. N, Alfa. H, sakit ol. Beta. N, Alfa. deməli, deməli, Alfa. F, Beta. E, C. Deməli, ha, burada qalıb elə. Biri qaldı. Deməli, H, nə bilim, Alfa. D, yaxşı. İndi qulaq as. Məsələn, desəm ki, X, Y, Z cəmi nə qədərdir? 180. 80. D, M, N, 180. H, N, K, 180. F, E, C, 180. Görsən, bir dənə 180, 2 dənə, 3 dənə, 4 dənə. Ona görə də həmişə üç bucağın sayını nəyə vuracaqsınız? 180. 180-ə də. Başa düşdünüzmü indi? Bəli. Elə buradakı hərflərin cəmi. Buradakı hərflərin cəmi elə çox bucağın nə idi? Daxil bucaqlarıdır da. Daxil bucağın cəmidir.
Ona görə də En sık iki bu. en çıx 2-ni nəyə vuracaqsın? 180. 180'ə. Şu. Bu. Anladınız mı? Bəli. Bu daxil bucaqların cəmi oldu. İndi uşaqlar, xarici bucaqların cəmi heç vaxt dəyişmir. Bəli. İstəyir 3 bucaq desin, istəyir 4 bucaq, istəyir 5 bucaq, istəyir 100 bucaq, istəyir 1000 bucaq. Xarici bucaqların cəmi həmişə 360 olur. 3 bucaqla 360-dır, 4 bucaqla. Neçə bucaq verir desin. Yəni deməli En çox çıkıcı vur 360. çox sağ ol. İndi ağzımdan bir mətn söz deyirəm. Ümumiyyətcə 360-a bərabərdir. Bəli. Birinci Koreyaca danışıram, sonra çevirirəm Azərbaycan. Bəli. Fərqi yoxdur. Duray. Duray məşhur oldu. Gələcək Deməli, bakalım. Gələcək bakalım. Çalbucağının Sakin. Xarici bucaqlarının cəmi Xarici bucaqlarının cəmi neçə dərəcədir? 360. Çaşmalıda xeyri yoxdur. Çoxbucağın xarici bucaqlarının cəmi 360-dır. Düşün ki, özüm məntiq 3 bucaqda 360-dır, 4 bucaqda 360-dır, hamısında da. Çünki çoxbucağının tərəflərin sayı nə qədər çoxalsa bir dairə forması yaranır, elə deyil. Nə qədər çoxalsa bir dairə yaranır. Dairə də neçə dərəcədir? 360-dır. Sən nə qədər artırsan tərəflərin sayını. 360 dərəcə bunu Nuray. En çıxıcı falan yoxdur, yaxşı. Tək 360. Mənim bu ara həmişə 360 yazdım. Vallahi bir oda. Bəli. Yaxşı yazıram həmişə. Bəli. En zad yoxdur, heç bir hərf yoxdur. Ancaq tək 360. Deməli, gəldi uşaqlar. Xarici daxil bucağın cəmi bildiniz. İndi uşaqlar, yadda saxlayın ki, bir təpədəki istəmə hər hansı bir təpə olsun. Bir təpədəki daxil xarici bucaq necə bucaqlar olur? Bir dənə təpədəki qonşu olur həmişə. Üç bucaqdan bilirsiniz də siz. Abdun tutdu. Yo, mən Deməli, üç bucaqda, məsələn, adi üç bucaqda bilirsiniz də. Məsələn, götürək bu təpəni. Bu təpədə, məsələn, xarici bucağı çəkmək üçün tərəfi nə edirsən? Uzadırsan da, məsələn. Bu daxil bucaqdır, bu nədir? Bunlar necə bucaqdırlar? Qonşu. Cəmi 180. Fərqi yox da istəyir, çox bucaqda da nə edə bilərsən? Görüşmür. Çox bucaqda da yenə bir təpədəki xarici ilə daxil necə olur? Qonşu olacaq həmişə. Cəmi 180. Bir təpədəki xarici və deməli daxili bucaqların cəmi neçə dərəcə olur uşaqlar? 80 dərəcə. Onda xarici bucağı bilsin, daxilini tapmaq üçün nədən çıxacaqsan? 180-dən çıxacaqsan. Nuray, söz vermirsən ki, bu gün məndən edir əksinə deyəcəksən də. Yox, mən beynim yandı deyə biraz. Yaxşı, biraz, çox yox. Yo. Şübhəli, biraz şübhəli. Deməli, baxın indi. Bir daha yenə. Heç nə olmaz. Deməli, bir dənə altı bucaq çəkdim. Məsələn, buna az. Daha ki, bir dənə təpə götürün buranı. Buranın xarici bucağını çəkmək üçün bunu neyəcəksən? Uzadırım. Düzdür, amma ürəyin istəyən kimi yox, yaxşı? Düz apararsan. İndi bu necə bucaqdır? Daxili, alfa. Bu necədir? Xarici. Necə bucaqlardır? Qonşu. Qonşu, alfa topla beta. Bərabər neçə dərəcə? Nuray neçə dərəcə? Nuray bəlkə 360. 180. Mən 180. Bəli. 180-ə bərabər olur. Anladınız? Onda daxilini bilirsənsə, xaricini biləcəksən. Xaricini bilirsənsə, daxilini biləcəksən. Necə? 180-dən çıxmalı. Say da Musa. 1, 2, 3, 4, 5, 6. Neçə oldu? 6. 7. Yaxşı. Deməli. Bura keçirəm. Deməli. Bura keçirəm. Sakin. Deməli, indi uşaqlar. Biz bütün bucaqların cəmini bildik də. Bildik ki, bütün xaricilərin cəmi 60. məşhur 360. Bütün daxillərin cəmi də belə tapılır da. Üç bucağın sayını vurur nəyə? 180-ə. Aysə düz var. Aysə düz var. Deməli, indi baxıram uşaqlar. Bir xarici bucağın
düzgün en bucaqlı da, indi deyəcəm düzgün en bucağı nə deməkdir? Düzgün en bucaqlı da bir xarici bucağın tapılması. Biz orada bütün xarici bucağı bilirik. Neçə dərəcədir? 360. Amma birini necə tapacaqsan? Bir xarici bucağın tapılması. Bəli. Demək, bir xarici bucağın tapılması. İndi hamısının cəmi nə qədərdir? 180. 360. Birləşində deyirəm. En sıkıcı böyle. Hamısının cəmi nə qədərdir? 360. 360. İndi bunun neçədən tərəfi var? En. Nəyə böləcəm? 360. Hamısının cəmi nə qədər çıxarlar? 360. 360. İndi n dənə bucağı varsa, birini tapmaq üçün nə edəcəm? 360'a bölürük. Nəyə bölürük? En bölü Yok 360. 360'ı ene bölürük. Deyir, bucağın sayını deyir, bucağın cəminə En bölürük. sıx 2. 360-ı nəyə böləcək? N-ə N-ə. böləcək. Orada videonu izləyənlər də beynin qarşıladığını sən təbii ki. N-ə məşqsən. İndi hamısının cəmi nə qədərdir? 360. 360. Bir dənəsini tapmaq üçün 360-ı n-ə böləcəksən da, n-i nətər 360-a bölürsən? Bəli. Tərəfin sayını bucaqların cəminə bölmək olur. Təpələrin, bucaqların cəmi. İndi hamısının cəmi 360-dır. Bəli. İndi n dənə bucağı varsa, eləmi? Bölün. Bəli. Nə bölməliyəm? N-ə. Ene. Bu nəyin tapılması oldu? Bir xarici bucaq. Bir xarici bucaq. Bəs düzgün n bucağı nə deməkdir? Nə deməkdir? Bütün bucaqları necədir? Bərabər. Bərabər. Məsələn, düzgün üç bucaq deyəndə necə üç bucağı götürürük? Bərabər. Bərabər tərəfli. Hamısının, bütün bucaqlar nə qədərdir orada? Bərabər. 60, 60, 60-dır. İndi deyirəm ki, düzgün üç bucağın bir daxili bucağını tap. Neyə necəksən? 360 çıx 60. Yox, 360. Böldü. Yox, daxili bucağın deyəndə 180 nə böləcəksən? 180 bölü 80 bölü 3. 3 eləyir. 60 60. dərəcə. İndi desəm bir xarici bucağını tap. Xarici bucaqların cəmi nə qədərdir? 360. 360 nə bölərsən? 360. 120. Bəli. Üç bucaqdan danışılır da. Hə, Nə? üç Üstdən bucağı var axı. Ha, evet. Düzgün üç bucaqda bütün bucaqlar necə olur? Bərabər. Bərabər. Həmçinin bütün tərəflər də bərabər olur. İndi düzgün en bucaqlı o deməkdir ki, məsələn, düzgün altı bucağı desə bütün tərəflər və bütün bucaqlar necədir orada? Bərabər. Bərabərdir. Bir dənəsini tapmaq üçün ümumi cəmi bölürsən sayına. Belə. İndi bir daxili bucağı da tapmaq üçün daxili bucaqların cəmini yenə nəyə böləcəksən? Enə. Daxili bucaqların cəmi necə tapılır? En çıx 2 böl. En sıkıcı En bu sıkıcı 180. Onu nəyə böləcək? 360. Enə, saya, bucaqların sayına. Düz dedim. Bucaqların sayına, bəli. İndi baxırıq. Deməli, söhbət nədən gedir? Düzgün. Düzgün dilizdə nə deməkdir? Bəli. Bütün tərəf və bütün bucaq eynidir. Hamısı, həm tərəflər, həm bucaqlar eynidir. Düzgün en bucaqlı da bir daxili bucağın tapılması. Əslində buna ehtiyac yoxdur indi yazdığıma. Niyə görə? Qulaq as. Sən bir xarici bucağı bilirsənsə, bir daxilini necə tapırdın? Bir də xarici. Xaricini bilirsənsə, daxili necə tapacaqsan? Çıxacaq. Bir Bəli. xarici. Nədən? Özdə qonşu olmayan ki daxil. 360 böl n-dən. İndi yazdırdın. Daxili ilə xaricin cəmi neçə dərəcə olur? 180. İndi xaricini bilirsənsə, daxilini tapmaq üçün nə edəcəksən? 180'den xarici. Hə də, şuradan. 180-ə çıxacaqsan. Belə bir qayda yoxdur ki, mən bir daxili bucaq özdə qonşu olmayan ki daxili bucaq. O şeydir, 3 bucaqdadır. Sus lan sən. Düzgün en bucaqda, amma elə belə yenə də yazdırıram. Amma bu uzun qaydadır. Nədir? Misallarda ehtiyac yoxdur buna. Elə xarici bucağı tap, 180-dən çıx, yerdə nə qalacaq? Daxili bucaq. Çünki daxil ilə xaricin cəmi həmişə 80-dir. Düzgün en bucaqda, bir daxili bucağın tapılması. Bir daxili bucağın tapılması. Demək, daxili bucaqların cəmi necə tapılırdı? Daxili bucaqların cəmi Hə. 360 böl n çıxılsın. En çıx 2 vur 180. Sən sualım, sən ver deməli mən sualıma cavablandırması xahiş edirəm. Daxili bucaqların cəmi budur. Bəli. Nəyə bölməliyəm? 360. Enə də bucaqların sayında bir dəfə birinci en burada bucaq və yaxud da tərəf sayıdır. Çünki cəmi, ümumi cəmi sayına bölməliyəm ki, bir dənəsini tapım da. Qayda budur. Yenə deyirəm, bununla getməyə bilərsən. Əgər sən xaricini tap, bu rahat daxı.
180-dən çıx, olacaq daxili. Çünki daxili ilə xaricin cəmi neçədir? 80. Tərsi. İndi baxırıq uşaqlar. Mən qazıyırsam istiyorlar. Kondisioneri biraz aşağı edə bilərəm. Qoy əlini tut. Düz otur. Dəymə. Dəhşət yazmışam axı mən. Aşağı edə bilərəm. Mən Hə. keçirdəcəyim. İndi baxırıq uşaqlar. Biz burada çox bucaqlar haqqında əsas şeylər dedik, amma bir də altı bucaqlının xüsusi qeyd ediləcək. Hansı bucaqlının? Altı bucaqlının bəzi xassələri var ki, suallarda daha çox o çıxa bilər qarşımıza. İşin olmasın ondan. Bura bax. Düzgün altı bucaqlının əsas qaydaları. Bunlardan istifadə edəcəyik amma. Düzgün. Türkçə işləyirsən, amma kimə düşdü oynayırlar, nədir onlar? Düzgün altı bucaqlı. Düzgün altı bucaqlı nə deməkdir? Niyə görə düzgün? Bütün tərəfləri eyni. Bütün tərəfləri və bütün bucaqları bərabər. bərabər, eynidir yəni. Deməli, bura bir dənə düzgün nə çəkirik? Nə çəkirik? Altı bucaqlı. Hə. Altı bucaqlı. Bu düzgün altı bucaqlı olsun. Bütün tərəfləri necə uşaqlar? Eyni. Hamısı. Düzgün dediyim üçün, istəyir desin düzgün 5 bucaqlı. Yenə də bütün tərəfləri eynidir. Bəli. İndi bu perimetr nə olacaq? P bərabərdir. 6 bura. 6A, bəli. Bütün tərəflərin toplamalı olar. İstənilən fiqurun perimetrini tapanda tərəfləri nə etməliyik? Toplamalı olacaq 6 dənə A, 6A yəni. Perimetr. Bu belə. Gəldi indi uşaqlar. Bucağına baxaq. Bir xarici bucağı tapmaq üçün nə edirdi? Bir dənə xarici bucağı tapmaq üçün. Saçı. 360 bölünür. Afərin düz dedim, bəli. Bir xarici bucağı tapmaq üçün nə edəcək? 360-ı yenə böləcək. M burada neçədir? 6. 6-dır. Afərin düzəldir. Bəli. Deməli, bir xarici bucaq. Bir xarici bucaq. Bəli. Bir xarici bucaq. Təsmə. Hə. Bir xarici bucaq necə tapılacaq? 360 nəyə böləcəm? Yenə. Neçə yəni? 6-ya. 6-ya. Çünki eni 6-dır da. 6-dan bucağı var axı. Neçə olacaq? 60. 60 dərəcə. Bunun nə bucaqdır bu? Bir xarici. Xarici bucaqdır da. Xarici bucağı çəkmək üçün tərəfi nə edəcək? Uzadacaq o zaman. Hansı tərəf uzadırsan uzadır. Məsələn, mən bu təpədəki xarici bucağı yazıram. Bunu nə edirəm? Artırıram. Bura nə yazacağım? 60. 60 dərəcə. Onda bu nə idi bəs? Altı bucağımız nə idi? Daxili bucağı. Ona qədər olacaq? Qonşularda 180-ə 60-a çıxırıq 120. 120. Bəli. 12 ağla 0 sarı ilə. Nə oldu? Hə, burdadır. Burdadır. Yaxşı. İndi uşaqlar. Gördünüz da bir də bura baxın indi. Bura baxın bir də. Mən daxili bucağı gedib bununla tapdım heç. Xeyr, heç lazım olmalı. Xaricin artıq. 180-dən çıxırsan da, bəli. Xaricini tap, xaricin tapılması rahatdır axı. 360-ı böl, tərəfini sayına, xaricini tap, yaz bura. Bu da onun qonşusu da daxildə. 180. Bəli, bu şəkildə. 120 dərəcə. Deməli, yazıram burada. Ya bu əzbərləmə ehtiyac yoxdur, özün bölürsən, tapırsan. Bir daxili bucaq. Nə qədər oldu? Mən en çıxılsın ki. Daxili bucaq nə qədər oldu? Hə 60. Vallahi miqdarını soruşuram, heç nə soruşmuram. 100. Sizə soruşmuram. 220 dərəcə. Bəli, ay Allah. Yaxşı. Yenə getdi. Bu da belə. Yenə getdi. Hava da yağışlı deyil, külək zad yoxdur. Yaxşı. Deməli, daxili bucaq, xarici bucağı da bildiniz. İndi 100% konsept çox. Uşaqlar, indi var burada. Bunun diaqonalları. Hə. Buradan uşaqlar. Bəzi diaqonal var, daha böyükdür. Bəzi diaqonal var, daha kiçik. Yəni kiçik ya, hamısı eyni deyil də diaqonallar. Burada böyük diaqonala baxacaq, bir də kiçik diaqonala baxacaq. Bəli. Məsələn, həmin şəklin üzərində göstərim, yoxsa göstərim. Yaxşı, həmin şəklin üzərində göstərim. Təzədən belə çəkməyək. Məsələn, bax. Buradan. Bura çəkilən diaqonal var. Bir də buradan bura çəkilən diaqonal var. Yəni,
Bir var AB diaqonal, bir də var AC diaqonal. Hansı böyükdür? AC. AC. Bu böyük diaqonal olacaq, bu kiçik diaqonal. Fərqi yoxdur. Buradan da bura çəksən böyük diaqonal olacaq, amma buradan bura çəksən kiçik diaqonal olacaq da. Aydın. İndi buradan yazıram. AB necə diaqonaldır? Kiçik. Kiçik diaqonal. Bəli. Kiçik diaqonal. Bəs o birisi nədir? AC necə diaqonaldır? Böyük. Böyük diaqonaldır. Tu göstərdiniz o verdiyin tapşırıq. Mən 6 çıxmışam. 6 dənə nədir? Deməli, böyük diaqonaldır. Musa, şimdi burada olsun da. Böyük diaqonaldır. Aydınmı? Anladınız mı? Ayrı eləmək üçün ən uzaq nöqtələrini birləşdirirsənsə, bura bax. Böyükdür. O böyük olur. Amma özünə ən yaxına çəkirsənsə, Aysi, İsmail, özünə ən yaxına çəkirsənsə necə olacaq bu? Buradan bura çəksəm necə diaqonal olacaq? Kiçik. Özünə ən yaxın bura olmayacaq. Bura çəkəmirəm amma bura çəkəmirəm. O olur kiçik. Amma özünə yaxına olmayana çəkəndə nə olur? Böyük. Böyük diaqonal. İndi onların tapılması var. Tərəflə bağlı. İndi onların tapılmasını həm şəkil üzərində göstərəcəm, həm də Başqa ki... şəkil seçərsən. Yaxşı, nə deyim? Zəfəzə baxır. İndi qulaq as. Yaxşı, onu götür. Tamamlayacaqsın evdə. Eşitdiniz? Tamamlayın. Bəli. Tamamlayın. Deməli uşaqlar, burada indi görək kiçik diaqonal necə tapılır, böyük diaqonal necə tapılır. Mən indi burada böyük diaqonalı silirəm, kiçik diaqonalın tapılmasına baxıram. Onu təzədən böyük diaqonal çəkib, onun tapılmasına baxarım. Qulaq as. Hə, bu böyük diaqonalımız elə deyilmi? Nə şeydir? Bunu sildik. İndi kiçik diaqonal tapalım. Sağ sağlam. Burada üç bucağı görürsünüz. Bu üç bucağı. Necə üç bucaqdır? Bərabər yanlı. AA. Bərabər deyəməsin. Bərabər nə? Yanlı. Bərabər yanlı üç bucaqdır. Bərabər yanlıda həmişə nəyi indiririk? Hündürlük. Hündürlüyü indiririk da. İndi bu bucaq neçə dərəcədir kim deyər? 120. 120-dir. Hamısı 120-dir bunlar ümumiyyətlə. Bərabər düzgün alt bucaqlıdır. Hamısı 120-dir və yaxud da xaricilərin hamısı nə qədərdir? 60-dır. Bəli, bu dəyişir. İndi mən buradan bir dənə hündürlük endirsəm, o bucağı necə böləcək? Gəl, 30-30. Çünki bərabər yanlı üç bucaqda oturacağı çəkən hündürlük təmbilən median eyni olur. Təpədən çəkilən hündürlük, median, təmbilən necə olur? Eyni olur. Bura neçə dərəcə olur? Hündürlük 90 60 çəkmə. dərəcə, 60. Bir də bura nə qoymalısın? 90 bu hündürlükdür. İndi uşaqlar, 60-90 bura nə qədər olacaq? 30 dərəcə. Pifagor. Gəldi 30-60 qaydası. 30-un qabağındakı katet Hipotenuzun hipotenuzun yarısına yarısı. bərabər. Hipotenuz nədir burada? A. A A olur. bölçü. Onda bax bu katet var, bu. Nə qədər olacaq? A2. A bölü 2. Göstəricimiz. Nəysə, biraz bura yerləşmədi. Göstərici. Bura nə oldu uşaqlar? A bölü 2. A bölü 2. İndi 60-ın qabağındakı katet tapanı nə edirik? Köşte kim ismi? 30 qabağında çək. Nəyə vururuq? Köşte 3-ə. Köşdə 3-ə. Köşdə 3-ə. Köşdə 3-dür nə halde? Köşdə 3-ə vururuq. Nəyi? 30'un A qarşısında. Nəyi vururuq? A A bölü bölü 2-ni. Onda A bölü 2-ni köşdə 3-ə vuranda belə olacaqdı, elə deyilmi? Bəli. A bölü 2-ni vurdum köşdə 3-ə, köşdə 3 çıxara sürətə. Burada eyni şeydir da. Yenə bura nə qədər olacaq? 60-ın qabağında nə qədər olacaq? A köşte 3 bölçü. Eyni şeydə olur. Yarı bölmür. Bayaq demədik ki, hündürlük həm də mediandır. Bura A kök 3 bölü 2 isə burada nə olacaq? A kök 3 bölü 2. Onda kiçik diaqonal tapmaq üçün bunları nə etməliyəm? Toplamalıyam da. Elə nə yazır? 2-də A kök 3, üstə gəl nə? 2. Nə? A 2-də 3. Bax da, 3 burada olsun. Orta amarası nədir? 2. 2-də, bunlar toplayan nə edir? 2 artışdır. 2 kök 3 A, değil mi? 2 kök 3 A. Yəni 2 dənə burada, bir dənə olur 2 dənə. Nələr gedir ixtisar? 2'lər. 2'lər getdi. Nə qaldı? A kök 3. Deməli, uşaqlar, düzgün altı bucağının tərəfi A-dırsa, kiçik diaqonal tapmaq üçün elə nəyə vurmaq lazımdır? Kök 3-ə vurmaq lazımdır. Yəni, kiçik diaqonal bərabərdir A kök 3-ə. Tərəfin nə mislinə? Kök 3 mislinə. Bu hardan gəlməsidir? Qısa konkretdəki budur.
Yəni bunu öyrənsən, öyrənmirsənsə də belə. Yəni Böyük bəs mən. böyük də çəkəcəm indi. Bu oldu kiçik. Demək kiçik diaqonal tapmaq üçün tərəfi nəyə vurmaq lazımdır? Şərəfi köşkə vurmaq lazımdır, kərəfi bəli. Deməli, bu oldu nəyin tapılması? Kiçik diaqonal. Kiçik diaqonal. Bax, buradan da bir dənə ox çəkirəm. Buradan da bir dənə ox çəkirəm. Deməli, YouTube silkələndi mənim məqalə. Deməli, bu nəyin tapılması oldu? Kiçik diaqonal tapmaq üçün tərəfi köşkə vurmaq lazımdır. A burada nədir? Tərəf. Altı bucağın tərəfidir. Tərəf köşkə vuranda nə alınır? Kiçik diaqonal. İndi uşaqlar, burada mən kiçik diaqonal silirəm. Mən bir şey soruşa bilərəm. Bəli, buyur. Orada 30-60 elədik. Hayır. Onu normalda yəni eləməsək olar da tərəfində. Sən bunu bilirsənsə, hə. Hə, onu həmçinin bilirsən. O elə belə hardan gəlməsini dedim mən. Sən bir dənə bil bunu. O hardan gəlməsidir. Bir dənə tərəf köşkə vurasın düşür. Oca kiçik gəlir. Narahat olma. Necə? Bir dənə tərəf köşkə vurasın düşür. Narahat olma. Zülmə düşməyəcəksən. Deməli, gəldik. Qulaq asın. İndi böyüyün də hardan gəlməsini deyək ki, mən buranı silirəm, buranı götürürəm. Aysi. Deməli, bura getdi. Hə. İndi nə çəkirəm? Nə diaqonal? Böyük diaqonal. Böyük diaqonal çəkirəm. Böyük diaqonalımız şimdi rəng olmasın, açıq rəng olsun ki, görünsün. Deməli. Yaxşı, bu oldu necə diaqonal? Böyük diaqonal. Buradan yuxarıda hansı fiqur görürsünüz? Trapez. Trapesiya. Bəli, adi bilimi trapesiya. Necə trapesiya? Yarı. Bərabər yanlı. Yarı trapesiya. Bərabər yanlı trapesiya, eləmi? A. Yan tərəflər necədir? Bərabər. Trapesiyada da əksər suallarda nə indirəcək? Hündürlüyü indirəcək. Burada da indi trapesiya nələrini indirirəm? Hündürlüklərini indirirəm. Belə. İndi bura A-dırsa, burada nədir? A'dır. A da tam qarşısı A. Burada 90 da bilirsiniz. Dəhşət. İndi uşaqlar, bir daxil bucağı nə qədər idi? 120-də. Bura neçə dərəcədir? 120. Bura 60. 90. Dəhşət. Bura nə qədər qalır bəs? Bura 90-dır. Bura nə qədər qalır? 30. Bura nə qədər olacaq? 60. 60 dərəcə. Eyni proses bayaq kimi. İndi bu 30-60 qaydasını bura tətbiq edirsən. 30-un qabağı nə qədər olacaq? A bölgü. Pitonuzun yarısı, yəni A bölü 2. Düzdür. Burada eyni şey olacaq da. A bölü 2. İndi bizim AC bizim nəyimizdir? Böyük. Böyük diaqonal tapmaq üçün nə edəcək? Nələr toplayacaq? A bölgü. A bölü 2 üstəgəl A bölü 2 üstəgəl A da, elə deyilmi? Bəli. Çünki 2 dənə A bölü 2 var, bir dənə nə var? A var. İndi bunların məxrəci nədir ikisinin də? 2 dənə 2A. 2A üstəgəl A. 2-lər neylədir? Nə qaldı? 2A. A topla A-da nə edir? 2A. Bu da nəyin tapılması oldu? Böyük diaqonal. İndi böyük diaqonal tapanda sən bir də burada zooma gedirsən də. Tərəfi 2-yə vurur. Tərəfi 2-yə vursan, şu. A vur 2, 2A. Nəyi tapanda? Böyük Böyük diaqonal. diaqonal tapanda. Kiçik diaqonal tapanı tərəfi Köküsə 3-ə vurur. Böyük Böyük tapanda diaqonal 2-yə 2-yə vurur. vurur. Bəli. Hə, asan. İndi 2 böyüdü yoxsa kökü 3? Kökü. 2 böyüdü da. 3 böyüdü. 2 böyüdü. 2 kökdə neçə deməkdir? Necə? 2 də. kökdə neçə deməkdir? Kökü. Kökdə 4 deməkdir. Nə gəldi danışırlar. Adı Fikirləş. köşkdə 4, o da 2. 2 kökdə neçə deməkdir? 4. Kökdə 4. Kökdə 3 böyüdü, indi 2. 2. 2 böyüdü da. Yəni deyirəm ki, yerlərini qarışdıranda düşün ki, kökçə vurduğun balaca diaqonaldır, 2-yə vurduğun böyük diaqonaldır. Yəni 2 daha böyüdür. Ona görə onu deyirəm ki, birdən qarışdırarsın. Yaxşı. Bu bir dənə radiuslar qalıb. Onu da deyirəm, çox bucağın işimiz bitir. Yəni altı bucağının xaricini çəkilən çevrə, bir də daxilini çəkilən çevrəni deyirəm bitiririk. Yaxşı, çox bucağını. Sonra baxarıq 4 bucaqlıdan görək alınır, ilərik biraz. Gəldi indi. Gəldik. Uşaqlar, altı bucağının həm düzgün altı bucağından söhbət gedir, həm daxilinə çevrə çəkmək olur, həm də xaricə çevrə çəkmək olur. Bu cür suallarda həmişə çevrə çəkin. İstir 3 bucaq desin, istir 4 bucaq desin, istir 6 bucaq desin. Həmişə biz nəyi çəkin? Çevrəni çəkin ki, o rahatdır. Deməli, burada indi biz çevrə çəkək bir dənə. Şərti yoxdur. Çox olacaq. Yaxşı, yazıram, yaxşı.
Deməli, düzgün altı bucağının daxilinə çəkilən çevrə radiusu yəni. Düzgün altı bucaqlının daxilinə çəkilən nə? Daxilinə çəkilən çevrə. Bu radiusunu tapacaq. İndi çevrəni çəkəndən sonra tərəfləri buna nə edəcəksən? Toxunduracaqsan. Məsələn, bu olsun bir tərəfi. Eləmi? Bu olsun, toxundurmalısın da bəli. Bu oldu. Trapezyanın birini çəkdim, eləmi? Hə? Sonra bu trapezyanı çəkdim. Bu da nə etməlidir? Toxunmalıdır. Bu da nə etməlidir? Toxunmalıdır. O birisini də çox uzatmırsan, daha bura kimi. Hətta toxundurasın. Biraz çalışdım bacağına görə, qısa çək, çox uzatma. Qısanı uzatmaq olur, amma uzunu gərək təzədən şaqqalayıb qaralama edəsən. Bunu da belə uzatdıq. Hə, indi çevrə altı bucağının harasına çəkildi? Daxilinə çəkildi, hamısı. Bəli. İndi mərkəzini qoyuram bunun. Biz daxilinə çəkildi, kiçik yer yazacaq, elə deyilmi? Kiçik yer. Kiçik yerimiz, elə bil ki, mən buradan buraya kiçik yer deyə bilərəm. Çevrədən çölə çıxır. Bu böyük yer olacaq. Ona kiçik yer deyə bilmərik. Bu hara getməlidir? Çevrəyə dəyməlidir buna. Toxunan hissədə. Burada nə baş verir toxunmaya çəkiləndə? Kiçik radius. Mərkəzdən toxunma nöqtəsinin radius çəkəndə nə baş verir? 90 dərəcə bucaq. Afərin Musa. Bəli, bunu bilməlisiniz. Bu bizim nəyimizdir? Kiçik yerimiz. Bəli, kiçik yerimizdir. İndi hardan gəlməsini deyil, sonra qaydası qısa olsun da. İndi uşaqlar, mən buradan buranı da birləşdirirəm. Bəli. İndi qulaq as. Bu da toxunandır, bu da toxunandır, elə deyilmi? Toxunanların təpəsindən çıxan şüa gedib mərkəzdən keçən bu bucağı necə bölürdü? Yarı. Daxili bucaq neçə dərəcə olurdu altı bucaqlıda? 120. 120. Yarı necə bölünəcək? 60. Burada 60 dərəcə. Onda bura nə qədər olacaq? 30. İndi bu bizim tərəfimiz idi da bu. Tərəfə nə demişdik? A. Bu da gəlib buranı necə böləcək? Yarı. Buradan yarı böləcək. Onda bura nə düşəcək? A bölü 2. Bu hissə olur A bölü 2. A ümumidir. Gəlin qarşı düşməsə ümumi A-nı biraz aralı yazırım. Bütün tərəf budur A. Bax bu. İndi buradan hətta birləşdirə də bilərəm də. Bu bərabər yanı çıxacaq, görürsünüz? Buradan çəkən hündürlüyü bu tərəf necə böləcək? Yarı A bölü 2. Burada nə olacaq? A bölü 2. 30-un qabağındakı katet budur. A bölü 2-dir. Eləmi? 60-ın qabağındakını tapanda nə edirik? Köşdəyəcə vururuq. Nəyi? 30-un qabağındakını. 30-un qabağı A bölü 2-dir. Onda 60-ın da qabağı R-dir də elə. Deməli, R tapmaq üçün A bölü 2-ni nəyə vurmalısan? Köşdəyəcə. O zaman kiçik R olur. A kök 3 böl 2. Bu əsl qaydası budur yəni. Yəni A tərəfdə tərəfi 2-yə bölüb köşdə vurulur. Böyle də var mı? Bəli. Böyle daha qısa, daha rahat. Tərəfi 2-yə vuracaq. İndi A kök 3 nəyin tapılması idi həm də? Ora baxın. A kök 3. Kiçik diaqonal. Deməli, elə kiçik yer, kiçik diaqonalın yarısı deməlidir. Belə yadda saxlasın daha məntiqlidir. Diaqonal tapıb 2-yə Ayrı-ayrı öyrənmə. Kiçik diaqonal tapıb 2-yə bölüb. Bəli, kiçik diaqonal nə idi? A kök 3 idi. Onu demək yarıya böləndə biz nəyi tapırıq? Kiçik yeri. Kiçikdən kiçik də belə yadda saxla. Aydındır? Kiçik yer, kiçik diaqonal nə idi? Yarısıdır. Söz. Kiçik diaqonal nə idi? A kök 3 idi. Kiçik yer tapanda onu nəyə bölürük? A kök 3 bölü 2. 2-yə bölünür. Bu kiçik diaqonal. Bəli. İndi həmçinin böyük yeri də tapanda böyük diaqonalı 2-yə böləcəksən. Böyük diaqonal nədir? 2A-nı 2-yə böl nə edir? A. Deməli, böyük yer bunun tərəfinə bərabərdir həmişə. Böyük yerlə tərəf necə olur? Bərabərdir. Kiçik yeri tapanda kiçik diaqonalı 2-yə bölürsən. Böyük yeri tapanda böyük diaqonalı 2-yə bölürsən. O da ayrı. Axırıncı qaydası budur. Böyük yer bərabərdir, tərəf yazsaq. Hə, A bərabər deyir. Bəli, elə də yazılırsan da. Bəli. Düzgün altı bucağının axırıncı qaydamızdır. Düzgün, bir dənə sözlə də yazaq. Altı bucaqlının bir nə dedim? Xaricinə çevrə çəkilərsə, daxilini dedik də, xaricinə çevrə çəkilər.
çevrə çəkilərsə. Gedim darıma. Hə. Çəkilərsə. Deməli. Bura yerləşdirə bilərikmi? Amma yox, balaca olacaq. Xaricini çəkəndə biraz da böyük olacaq. Gəlin burada, buranı qeyd edəm istəyək. Burada bir dənə birinci nə çəkir deyəmişəm? Çevrəni çəkirik, sonra Daxilini. bəli. Deməli. Vəsilə yatırır. Hə. Deməli, baxaq. Deməli, çevrəmiz olmasın. Qarpız. Tam da qarpızdır. Qarpız nə tez tanıdı? Yaxşı, daha dəyişmədim də nə oldu? Hə, bunu harasına çəkməliyimdir? Daxilinə. Daxilinə. Elə ki, çevrə bunun xaricində olmalıdır da. Çevrə altı bucağın arasında olmalıdır. Xaricində olmalıdır. Ora nə yazmışam? Xaricinə çevrə çəkilsin. Onda burada bir dənə özüm üçün trapesiya, yəni altı bucağa çəkirəm da. Birinci belə çəkirəm, qulaq as. Bu rəngi dəyişib ki, seçilsin. Ucundan dəyməlidir də. Ayso, təpələr dəyməlidir. Bax, bu trapesiyanın bir tərəfi, bu bir hissəsi, bu da bir hissəsi. Aydındır? Bunu çəkmək özü bir şərtdir. Hə, Məhəmməd Ali? Baxın, deyil xeyr. Deyil şərtdir, deyil xeyr. Yəni, bunu çəkə bilməlisən da. İndi, bax, təpələr neynəməlidir? Çevrəyə toxunmalıdır. Süper, süper. Biri yeyib içməkdən ölür. Bu uzaq, tərəfin biri. Hə. Bax, bu təpələri çevrəyə neynəməlidir? Toxunmalıdır. Toxunmalıdır, dəymə. Dəymirsə deməli sən səhv çəkmirsən. Dəyməsin, amma tam düz çəkir. Bu çevrənin də bura nəyi olsun? Markazı. Markazı, bəli. İndi uşaqlar, radius gedib çevrəyə neynəməlidir? Dəyməlidir də. Belə çəkə bilərəm? Xeyr. Doğru. Çevrə çəkə bilərəm. Amma rahat olsun deyə hara çəkim? Təpəyə çəkim də. Rahat olsun. Bu bunun nə idi? Böyük yeridir. Bu da nə idi? Bu da böyük yeridir. Çevrə də xaricə çəkin baxır. Bu da böyük yerdir. Bu da nədir? Böyük yerdir. İndi deməli, uşaqlar, deməli. Altı bucağının belə deyək də. Altı bucağını. Çevrə ümumi neçə dərəcədir? 360-dır da. Burada neçə dənə tərəf görürsünüz? Çevrənin nələrdir bunlar? Çevrənin nə idi? Toxunanı. Çevrəni. Vətəri. Vətəridir. Neçə dənə vətər görürsünüz burada? 6 dənə. Bütün vətərlər bir-birinə necədir? Bərabər. Bərabər vətərlərin ayırdığı qövslər necə olur? Bərabər. Onda ümumi çevrənin qövsü neçə dərəcədir? 360. 360-ı 6 dənə vətərdir. 6-ya bölsək, 60. demək hər qövs neçə dərəcədir? 60. 60 dərəcə, 60 dərəcə, 60 dərəcə, 60 dərəcə, 60 dərəcə. İndi bu qövs 60-sa, bu bucaq nə qədər olacaq? 60. Mərkəzi bucaqda bildiyimiz çevrədə keçmişik. Mərkəzi bucaq söykənli qövsü neyin olur? Nə qədər 60. Bu üç bucaq olacaq necə üç bucaqdır? Bərabər yanlıdır. 120-ni də bölürük 2-yə. Oralar nə qədər düşəcək? 60-60 düşəcək da. Bu da elə bərabər. Necə üç bucaq olacaq? Bərabər tərəfli. Artıq bərabər tərəfli. Onda bura onda burada nə olmalıdır? Er olmalıdır da. Və həmçinin bu altı bucağının nə idi? Vətəri. Altı bucağının nə idi bu? Bunlar nə idi? Tərəfidir da. Bu həm də nəyə bərabərdir? Aya. Bayaq ona görə dedik də. Böyük yer həm də nəyə bərabər idi? Aya. Aya. Aydındır mı? Dedik böyük yeri tapmaq üçün böyük diaqonal nəyə bölmək lazımdır? 2-yə. Görürsən mi? 2A böl 2. A-sı nə idi? A. Bəli. Deməli, böyük diaqonal tapmaq üçün DB. Deməli, böyük diaqonal tapmaq üçün böyük diaqonal nə idi? Böyük yer tapmaq üçün. Böyük yer tapmaq üçün nə edirdi? Böyük diaqonal nəyə bölürdük? 2-yə, 2-lər zilinə qaldı A-ya. Yəni, böyük yer nəyə bərabərdirlər? Tərəfin özünə. Bu şəkildə. Yəni, şəkildə. Getdi belə. Bu oldu, sizə lazım ola biləcəyindən də hətta artıq çox bucaqlılar. Aydındır mı? 4 bucaq olunca Buradan- dərsə keçək. Bu 4 bucaq.
Dörd bucağın baxarıq da indi. Gəlin.